بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون، والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأرضين. Özümü azizləri davet eləyəm Allah-u Teala'nın təqvasına. Allah-u Teala dönə-dönə Quranda deyir, qorxun mənim üqubətimdən, qorxun mənim qiyamətimdən, qorxun mənim ədalətimdən, qorxun mənim o mühasibə günümdən. Neçə dəfə təkrar eləyib və yuhazzirukumullahu nəfsəh. O çox çarpadan ayələrdən biri budur. Və yuhazzirukumullahu nəfsəh. Sizi özümdən qorxuduyam. Sizə deyəm, bərhəzər olun mənim özümdən. Özü ki, Allah'ım nə qədər dəyərli bir məhəbbət yeridir. O ki, Allah'da bir qorxu yeri yoxdur. Ya mən la yuxafu illa adluh. Ey Allah ki, sənin fəqət ədalətindən insanlar qorxar. Ədalət deyiş qorxuludur. Ədalətdən oğru qorxar. Rişvə yiyən ədalətdən qorxar. Rantı yiyən ədalətdən qorxar. O iç hesabı paçdı. Az mühasibə ki bakəst. Mühasibədən, ədalətdən qorxmaz. Yəni özündən qorx. La yəxafənnə illa zənbəh. Əgər istəysən qorxarsan, öz xilafından, öz günahından qorx. Allah-u Teala bilir və aləmu Annallaha ya'lemu ma fi enfusikum fahdaruhu. Gör hara apardı qorxunu. Allah bilir ki, biliyəm sizin ürəyinizin içində nə keçək. Fahdaruhu. Allah'tan həzər edin ki, bir iş ürəyində keçə, Allah'ın gözündən düşəsən, sabit olasan. Allah-u Teala buyuruyor ki, yevme tecidu kullu nefsin ma amilet min hayrin muhdara. Bundan qorx. Bir gün olacaq Allah-u Teala buyuruyor, hər nəfsi, hər insani nə iş görübdür, hamısını öz qabağında görəcək. Hər xeyri görüb, hamısı qabağında dayanacaq. Allah'ın böyük cəmali bu aləmin müdiriyyətidir. Allah müdiriyyəti bu aləmdə bütürdür. Biz zərrə qələmdən düşmək. Zərrə-i xak dərin meykədə zayə nəşəvət. Sən hesab elə 80 il ömr eləyirsən, tamam zərriyə incən yığdılar. Bir də görəcəksən qabağında bir səhv düzülüb və bağlad şikayətul xusum. Xusum dödənib qabağında. Səhvə baxdıqca intihası bəllidir. Biri də qibətimi eləyibsən, biri də böhtan vurubsan, biri də malımı yeyibsən, biri də başıma börk qoyubsan, biri də ürəyimi sındırıbsan. Bu yazıq baxay səfə, dey qoy səfin o axırın görüm, görək dalı fəqət səfdir gələk. Fədalət şikayətul xusum və təsələt dəvətul məzlum. Məzlum səfi ittisalən fəqət gələk. Axır canı xeyk. Allah'a dey Xudaya, məni yapar cəhənnəmə bu səfdən qutar. Hasibuna vəlo ilən nar. Allah, Allah, Allah. Kim arzular cəhənnəmə gedə hesabdan qutara? Allah bilir, xeyr iş görübsən mühdaran. Gözün qabağında dayanacaq. Və ma amilət min suin, pis iş görübsən. O pis iş mələkuti ilə gələcək qabağa. Surəti dər zir darəd, ançə dər balasdi.
Qeybət əsli qiyafə ilə gələcək. Rişvə əsli qiyafə ilə gələcək. Başyaçıqlıq əsli qiyafəsi ilə gələcək. Gör nəzir olar. Antiqə mövcudat şey qabağa. Alan bizim bu bədənimiz duvardır. Bu duvar töküləcək yerə. Bu duvarın dalından əzib şeylər çıxacaq. Elə ki o qiyafələri görək, Allah buyuruyor Quran ayəsi deyə. Təvəddü ləv ənə beynəhə və beynəhu əmədən bəidə. Orada deyir, Allah nə qədər eləyə qaçaydım, hara qaçım. Mənlə bunun arasında məşrik məğrib qədəri fasılı olaydı. Hara qaçmaq olar? Və la yumkinul fəraru min hukumətik. Və la tehinə mənas. Allah bir hara qaça bilərsən. Bax, dalısı izləkdə və yuhazzırıkumullahu nəfsə. Bundan qorx. O ki Allah istəyir qorxuda var, deyib bu qorxmalıdır, bundan qorx. Qorx o gündən ki, tamamı əsbab əlindən qət olacaq. Günləri dobeydə əyyəşdiriləysən. Sabahları filan yerdə hələ at sürüyəm. Bir gündə filan yerdə məclisi şərabçıyam. O birisi gündə məclisi ixtilatlıyam. O birisi gündə bidin insanlarla əyləşib duruyam. Bir vaxt gördü bu gözün yumduğu ayrı yerdə gözünü açdı. Yorgan döşək içindən bunu çıxartdılar. Gözün yumduğu ayrı aləm, nə qeyr eydin? Deyəcək, kınna nəxuzu məəl-xaizin. Batanlarla fəsadan mən də bataydım. Sən necə batacaqsan? Ələm yəni lilləzinə əmənu ən təxşiə qulubuhum li zikrillah və mə nəzələ minəl haqq. Allah cilayə elədi, vaxt olmadı. Aylasan, bəli, biri şərab içəydi, uşağı da xırdaydı, öldü. Xuda deyir, gördüm uşaq, tamam uşaqları yığıblar bir yerə, orada bu uşaqlara bir hürmət eləyirlər, məhşərdə bu xırdaca uşaqlara. Bunlara bir aləmi düzəldirlər, bu uşaqları ki, uşaqlıqda fot eləyib. Qibtə elədin, bunlar hardadır? Qızım gəldi əyləşdi ətəyimdə, dedi, dədə day, vaxt olmadı, bu mındarı qoyasan yerə, bu nəcisi qoyasan yerə, yəni o uşaq da bilir. Sən nə iş görəysən burada? İndi toyuğa gətirib toyuğu müqəddəs işi nəcislə başlayırsan. Gör, nə iş gördün sən? Kim bu işi görər? Hiç aqil əfkənət dorre zəmin, در میان مستراح پرچمین. Hansı aqil gətirər öz dürrün atar mustarahın içine, tuvaletin içine. Gör götdün uşağı kimə verdin? Çakırı sənə verdin, attın tuvaletin içine. Hiç aqil əfkənət dorre səmin. Dor bileysən mənası. Səmin yəni qiymətli, səmənli. Hiç aqil əfkənət dorre səmin. در میان مستراح پرچمین. Səmin ciyəndür kəsafət edəyər. İndi bir ləhzəndə qorx ki, o zaman tamam asbab qət oldu. Allah-u Teala o qədər əzim ayə deyir. İz təbərrə'əl-ləzīnə tübi'u minəl-ləzīnə təbə'u və rə'ul azab və təqatta'at bihimul əsbab. O gün olacaq ki, tabeylər mətbulardan qaçacaq. O gün olacaq ki, mətbular, yəni düşmüşdür onun dalına. Özünə bir dənə olğu seçib, düşüb onun dalına. Əkisini də gətirib maşının dalına. Şahın o zamanlarından bir adam baxanda onlar bilməyək o kim idi o. Oranı dərk eləyənlər belə o kim idi, hansı birənin quşu idi. Ondan təbərriyə eləyəcək. Bu da əzabı görəcək. İstəyəcək, qaça görəcək. Əsbab hamısı qət idi. Əsbab yoxdur. Əsbabı qaşmaq. Nə şəfaət var, ona əl atar. Nə əməli salihi var, ona əl atar. Nə göz yaşı varmış, ona əl atar. Qiyamətdə biri cəhənnəmə gedəndə onun gözünün kiprici Allahla danışacaq. Gəzən Xudaya əl saxla. Mənim yadıma gəlib bu bir dəfə sənin qorxundan. Ağladı, mənim ətəyim istandı. Allah deyəcək ki, sənin şəfaətini qəbul elədim. Bir dənə şifrücün tükünün şəfaəti ilə Allah bunu yapacaq behişdə, bunun adı olacaq Atiq-u Şəhərə. Atiq-u Şəhərə. Yəni bir dənə tükün azad şöləsi. Bir dəfə olmadı, özür silkəliyəsən belə
haram ləzzətə batırsan, hara çatırsan? Belə başı açıb, ərdə olayırsan xiyabanda. Bu taydan o taya, o taydan bu taya. Sonra nə olur ki? Cibində olur ki, xoşbəxt olursan. Nə qədər insan əqlini tətil elər? İndi Allah mütəal ahirəti vaxtı tərsim istək eləyə. Bir cür tərsim eləyə insana bir səhəm əyləşək. Bir səhəm əyləşək. Allah mütəal burayı elə ki Peyğəmbər zəngidəydik. Ayə nazil oldu həccün əvvəl ayələri. Səhəri incən əshab-ı Peyğəmbər ağladılar. Heç kəs yatmadı. Allah dedi, ya eyyuhən nasu ittəqu rabbəkum. İnnə zəlzələtə saati şeyun azim. Qorxun, qiyamətin zəlzələsi var. Ayağının altında yer titrək, yer dayanmış. Yerin şuuru var, yer gəzəbdədir. Allah bilir, bu zəlzələ dünya zəlzələsidir. Şeyun azim. Şeyi nəticə gətirir, əzimi sifət gətirir, tənkirlə təfrim eləyib. Nə cür danışmaq olar? Allah bilir, yevmə tərəvnəhə təzhəlu kullu murzaətin əmmə ərzəət. Hər süt əmər ananı görsün ki, uşaq qucağındadır, uşağı atıb qaçır. O tay getdi, tay eləyə bilərdi gətirməyə. Tay getdi, tay deyə bu uşaq qucağındadır. Nənənin uşaq, sütəmər uşağı var, özü bazardadır, uşaq evdədir. O uşaqdan qafil olar. Amma da qucaqda olsa o tay ona gətiribdir. Qucağında uşaq olsa da ondan qafil olmaq olmaz. Amma, ahirətin zəlzələsi. Və təzəu kullu zati hamlin hamləha. Hər xanımı ki, hamilə ola həmlin salmalıdır, o vəhşətdə həml sallamaq olar. Və tərənnəsə sukara, baxıysan, tamam cəmaat keyflidir. Keyfli nə danışığın bilək, nə yol yerişicin bilək, nə baxışlığın bilək, səmət oğ kimi bir yana get, o yana get, hessadı bilmək kişidir. Ona deyər sukara, və tərənnəsə sukara, və məhum bir sukara, Allah bir evlat keyfli deyirlər. Və lakin azabullahi leşedid. Allahın azabı şədiddir. Allah'a pana parıyor. Əzizlər, danışıyor ki, bizdən istəsə aramış tapat qəbrin içində. Aramış nə ilə olar? Gətirib musiqi qoyasan qəbrinin üstünə, yığışalar oran, surfa salarlar, şirini qoyalar, meyvə qoyalar qəbristanlıqda. Şirini kimə qoyursan? Qəbrin içinə şirini keçəcək. Bir də yeyib tıxacaq. Ondan sonra meyyit xoşhal olacaq bunlara. Xiyal deyin. Belə güllər içi bir şaxəsi, gülün qahi 1 milyondur, bir şaxəsi. Gətdin kümədin xoşluq düzəltdin burada. Bu israf oldu, təbzir oldu. Allah'a neymətini zayi eləmək oldu. Neçə şey fişarı qəbri gətirər, biri təzyi'un nəam, biri ayaq üstə idrar eləmək. Bunlar fişarı qəbri gətirər. Evdə əgər qəzanı düz məsrəf eləmədin, töhdün çölə, o sənə fişarı qəbri gətirəcək. Təzyi'un nəam, suyu düz məsrəf eləmədin, fişarı qəbri gətirəcək. Qazı düz məsrəf eləmədin, bərgi düz məsrəf eləmədin, fişarı qəbri gətirəcək. Saymışıq bir insan, neçə dənə şey bahis olar insan, öləndən sonra bir rahat nəfəs çəkər, ruhu reyhan içində olar. Bəzi adamı ki, qoyacaqlar qəbrə, qəbr birdən rüsət tapacaq. Birdən beşdən bir qapı açılacaq. Mələklər deyəcəklər, num nevmətəl ərus. Ərus, o şəbi ərusu da nəcür rahat yatar. Ondan qabaqda nigaran edir, kimlə izdivac olacaq, nəcür olacaq, falan olacaq. Amma o zaman rahat. Deyəcəklər, num nevmətəl ərus. Yəni tamam qəm, qüssə hamısı getdi. Elhamdülillahəl-ləzi əzhəbə ennəl həzən. Beşdə əli beşdə gidəndə də şükür olsun Allaha. Allah-u Teala qəmi qüssəni bizdən götdü. Beşdə əlinin qəmi qüssəsi burada, dünya qəmi qüssəsidir. Tamam qəmi qüssədəydi, Allah mənim işim nədir olacaq? Mənim pərvəndəm nədir bağlanacaq? İlahi ləytə şə'li, ilə ma yəkunu məsiri. Allah mənim sərnəveşdim nədir başa çatacaq? O xud nə qədər eləyə bilirsən bu duanı yox, heç vaxt yadından satma.
Heyden leyte şehri, kaç bileydim. Peygamber'e de dilveceti de kul la adri ma yuf'alu bi ve la bikum. Peygamber bu cemaate dilen, ben de bilmeyen başıma ne gelecek ve sizin başınıza ne gelecek. Ahiret seferi, şuhu seferdir oynama. Gedib kapışab ömrü, haramdan ya halaldan keçitmə. İmam Həsən Əsgəri biz oynamaq, xalq olmamışıq. İndi aramışım biri, 2 dənə qızı da gördüm. Başı açıq qız gəlib qəbristanlıqda, dostları ölüb, mübaliğ ölüb qəbrin üstünə. Bir dənə musiqi açılar əyləşiblər. Dostumuza izhar-ı iradət eləyək məsələn. Dostumuza bir aramış verək. Əcəb sənin dostun başı açığımış. İndi burada hansı aramış, hansı asayiş, Allah'ın başına börk koymaq olar. Şuxi eləmək olar əbədiyyətini. 4000-ci amili saymışıq. 4000-cisi budur ki, vəqf eləyə, malın vəqf eləyə, mərakiz-i amil mənfəə ehdas eləyə, dərmanqah düzəldə, bimaristan, xəstəxana düzəldə, şörpü vura, darul eytam yola sala, əlin bir dəfə kəsə yetimin başına. Başının tükünün qədəri Allah ona inayət eləyəcək. Peygamber böyle her kəs yetim edişə 2 dənə parmağın bu cür yapışdırdı bir-birinə. Dedi, kuntu ene ve huve kehateyn. Qiyamətdə ondan mən ikimiz bu cürük. Yani her məqamı Allah məni yapardı, o kafili yetimi de aparacaq ora. Belə malın var, sirvətin var. Bir dənə yetimə təkəffül eləyə bilməksən. Komite imdadda yazdıracaqsan, uşaq sənin adı oldu orada. Ayda pulun tökəcəksən. Kitab-ı fəqr atifiyə mübtala olmaya. Hoş halva, bir də hoş halva. Əcəb uşu gördüm. Gələ danışqah düzəldə, gələ kitabxana düzəldə, gələ xabqah düzəldə. Əxirən əziz ətibbanın birinə bozorcudaş tutduq, 2 dənə xabqah düzəldib. Oğlana, qıza gəlib birini də istəyir düzəldə. O xanım qızın iffəti ifs ola. Ona ibadətə ibadət satar. Buna deyər aramış. Və Allah haqq bahalı daş yaz aramqa. Özü də savaşa ki, mənim qəbrimin, ölümün qəbrində daşım bərcəstə ola. Bu dünyada gərək bərcəstə olaydı. Orada daş bərcəstə olmaqlıqla adam bərcəstə olar. Nə qədər xurafat. Gələ Darul Cehiziyyə yola salat. Cehiziyyəni verə bilmək, şəhəni sınıq. İndi alan burada imtidadındır bunlar sənin. Ölməyibsən ki sən. Bunlarla ölməyibsən. Sən varsan və əmmə ma yənfəun nas fəyəmküsü fil ərz. Hər kəs yənfəun naslı qalacaq. Və əmməzzəbət fəyəzhəru cüfa'a. Köpük Allah buyuruyor çıxıb gedəcək. Sən köpük olma. Sən yənfəun nas ol. Əudu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus samed lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. بسم الله الرحمن الرحيم الحمد لله كما هو أهله اللهم صل وسلم على سيدنا سيد الأنبياء والمرسلين وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى الرضا ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المنتظر Allahümme şuna ma'ahum ve fi zimretihim. Özmi azizleri davet edeyim Allah-u Teala'nın tekvasına. Minlərlə, milyonlarla şükür olsun Allah-u Teala bize bir əzəmətli rəhbər verib. Danışırım bilək. Harda hansı sözü danışdın? Nə mövzudan danışdın? Hansı qalibdə danışdın? Bir dənə xətib-i musaiq
danışığı bu hafta ne kadar âli oldu. Tamam izzet mevzureydi. Tamam iktidar dalgalanıydı. Düşmanı qabağında bu cür danışarlar. Bir cümlesi mən fəqət deyəm. Belə bir dənə istisnai bir cümleydi. Dedi Amerika belə cinayətlə, belə İsrailin kənarında durub qan töhməklərlə, əslən şaistəliği yoxdur ki, biz gələ bizlə mütəbit olaq. Sözə bax. Yəni ged özü islah elə. Sonra gəl şayiə yola sal ki, İran vasitə olub səndən irtibat qatmağa. Bunlar hamısı İranı sındırmaqadır. Əsl irtibatdır. Nə ədəm irtibat, amma kimlə? Bir adam içi xirtdeyincə qan içib, bir adam içi dırnaqlarına qan tökülək, bir adam içi heç hürmət ehtiram qaildir, vəsət-i müzakirədə həmlə elək, qulduruqdan sonra bir şey bilmək, dedi səndə o şaistəlik yoxdur. İran gələ səndən irtibat tapa, İranla mürtəbit olasan. Nə qəşəng söz dedik, bunun bir dənə bir təfsiri var. O da budur ki, bu difadim keşverin mənafiindən, bunu bil. Biz o zaman keşverin mənafiyini hifz eləyə bildik, iqtidarla danışaq, roza oxumayaq, zəfidən danışmayaq, mövze iqtidardan danışdın, apardın, mövze iqtidardan müzakirə elədin, sözü yetirdin, əgər bizdən gələsən raviyə zillət olasan, onda sən bunu deyərək biləsən ki, hər nə var əldən verirsən və gərək gedəsən zillətlə onun qabağında əyləşəsən, gərək gedib kətbəstə onun qabağında əyləşəsən. Əl qolun bağlı, olmaz. Biz böyük millətük, 5000 illik millətük, təzə dünyaya gəlməmişik, rişəli, köküklü, köylü bir millətük, ağac öz kökünün üstündə dayanar. Ona münasib, ona uyğun danışmalısan. Üf olsun onlara ki, 70.000 insan içi günahsız ölüb, 20.000 uşaq tif ölüb, gedib dayanıb onun qatilinin kənarında, qırmızı fərş onun qabağına salək, onun hər nəyini təmin elək, ondan da söhbət elək ki, bəli, məsələn, iftihar elək, da biri buna iftihar eləyə, 70.000 qatilin qabağında 70.000 insanın qatilinin yanında durub iftihar eləyən mənası nədir? Mənası budur ki, şərəfin satıb, hər nəyi satıb, heç satda qalmayıb ki. İstəyirsən dünyada izzətə baxarsan, İrana bax. Mən əziz dağçılardan təşəkkür eləyəm. Bu həftə bizə çox qəşəng itilat verdi, əziz kuhnəvərdilərimiz. Məlum oldu ki, 8 ilə Suha gölünün vəsətində meşələrə bu qaçaqçılar həmlə eləyiblər, gəliblər bütün cavan ağaçları kəsiblər, elə orada da kömürə ocaq düzəldiblər. Belə bir güzarışı bizə kuhnəvərdlər yetirdi. Fौran biz dəftərdən bir ekip yolladıq. Varid oldu, gördülər ki, qəziyyət kamilən düzdür. Və bu ki, bunlar güzarış verirlər, bundan da çox-çox yuxarıdır. Bizim adamlar məntəqə keçdəyin, Fौran o yuxarıdan bir güllə atıblar ki, muvazib olun, məmurlar gəlir. Qışqırdılar ki, qaçsın, məmur gəlib. Bir dənə sadə ora keçmək, ha. Mən də öyrəm sən. Heç yerə burada məhsul utanmaya, xəcalət çəkməyə, yerə girməyə, bir dənə sadə getməkdir bilən. Bunlar bu iş verəndən sonra bir dənə bu boyda təxəllüf, indi burada biz nə iş görək? İndi burada məlum oldu ki, idarə-i mənabə-i təbii bir dənə böyük bir təxəllüf eləyib. Kamilən qüsur eləyib. O fərmandeyi hifazət orada hər kəsli kamilən qüsur eləyib. İndi bu müdiri mənabə-i təbii hər kəsilən ağacın dibində əgər 2 dənə ağac əhmiyə və axırıncən də onu suvarıb ayaq usta qalmaqlığı özü ayaq usta dayanar. Ora gəlib yetirməyə və məntəqədə bu faciə təkrar tapa onlar ehsası əmniyyət eləyə, belənsi bir müdür ki, hətmən istifa ver, çıx get. Deysən adamım yoxdur ki, istifa ver, get, sənin boynuna düşsün. Əlbəttə məsul əslik, olardılar ki, əziz nəsillərdə də xalət edəklər. Neçə mətləb mən əhaliyə məntəqəyə əvvəl ərz eləyim?
Evvelen o ahaliye məntəqəyə deyən bu xainləri siz tanıyırsınız. Əgər bunları siz mərifə eləyəməyəsiniz, şərik üzürmüsünüz və qiyamətdə cavab verməlisən, Beytülmal-i Müslümindir bu. İkincisi odur ki, siz bu xəyanəti görəysiniz, niyə məsullara xəbər verməyirsiniz? Kimdən qorxuysan? Mən əziz kuhnəvərdilərdən ciddən təşəkkür eləyəm. Filmi gətirər, müntəşir elədər, fəzai məcazidə. Mütəvəccüh olduq biz. Kim gərək bunu bizə gəlib deydi? Ələm mən varid olayan bu işə bu İmam Cümənin işidir. Mən mürid və məsul hardadır gərək? Biz gərək varid olalım. Bizdən necə bizə yetişməydi, varid olmasaydı? Bilirsiniz ki, bunlar ehsas əmniyyət eləsə, hər nə? Soğanın gölünün o tərəfi, Gilandiyi oranı xaraba qoyublar. Özüm getmişəm, bir kömürün ocaqlarına baxmışam. Əsən yolda kömür tökülə gedib. Qulaqla, uzun qulaqla çəki aparayı, kömürü tökülə. İndi daraşıb bizim məntəqəmizə. İşimizin ətə budur ki, ətraf kətlərdən, ağsaqqallarla, cavanlarla istəyən bu əzim sirvət sizindir. Siz özünüz gəlin buradan hifazət edin. Əgər siz o ətrafda olan kətlər həstəyə hifazət təşkil versələr meşiyə, mən özüm iftixarla gəlib sizdən üzv olacağım, sizdən işləyəcəyəm. Dağıstan-ı möhtərəmdən istəyəm, səri vardı macəra olan, mücrimlər gələ təhsir olan, təşkili pərvəndə olacaq da dadıqaha. Dadıqahdan da istəyəm, məbada bir dənə hökm verəsən qeyri-bazdarəndə. Əgər heylə bir hökm verəcəksən, vermə. Əsən gəziyyədə vardı olma. Və əhaliyədən istəyəm, bunu istəyəm, tamam əhaliyə deyəm ki, əgər istəysən, sən savab aparasan, savab. Böyük savab budur ki, gələsən sən onlar için cəngəli gətili, meşəni, ağacı gətili, viran eli, kömür eli, ya götürüb satı ya. İstəysən savab aparasan, mən bu onları qarşınası din sənə deyəm. Onlar için meşəni üstünə qoyub, namazdan sonra onlara lənət oxuyub. Gör Peyğəmbər kimlərə lənət oxuyub ki, Bəran ki bu meşəni qırandan sonra, təğyirat-ı iqlimi tapılandan sonra, xoş sali tapılandan sonra, ya sellər gələndə bunlar hardan tapılır, buradan tapılır. Sel kimi cəmaat canını əldən verər. Bilirsən bir dənə ağaç karxanı oksijenli, sənin nəfəs səhməqi üstə bu qət eləyər. Bazı adam belə xiyal eləyir ki, susuzluq, yağış gəlməyə, niyə gəlməyə? Çünki mərdum günah eləyibdir. Fəqət qəziyyə odur. Bu iki cəli gəlib dəskari eləyirlər təbiətdə. Yağışın gəlməməyinin biləti budur. Bunun nə qədər səhmi var xoş salilərdə, nə qədər sel gəlməkdə. Ağacı, müssuə müdiriyyət, onu da qoy bunun kənarına. Ağacı qət eləmək oğurluqdur Beytülmaldan meşədə. Çünki bu Beytülmal-i Müslümindir. Həm oğurluq eləyib Beytülmaldan, həm oza iqlimini vurayı bir-birinə, həm də bu işinə təşviq eləyib o birisi qoşusunda. Ki, mən gör, şasıb olan maşından minmişəm. Hardan pulu gətdin? Ağac satmışam. Ağacın biri birdən 10 milyon ələn pul çıxardı. Kömürü satat neçə bərabər çıxardı. Bunlar elə hamısı belə xəyanət elə, oğurluq elə Beytülmaldan müstəqil lənətdir. Məhsulat-ı zirai gedib yuxarıya. Məhsulat-ı zirainin qiyməti gedib yuxarıya. Məhsulat-ı ləbəni qiyməti o ki var gedib yuxarıya. Bu vəsvəsə elə meşənin ətrafında olan, meşənin ağacını kəssin, eləsin mərtə. Dey, mərtə eləsən mənə nə qədər pul qalır. Meşənin özünə dey, mənə bir şey etsinmək. Neçə il bundan qabaq, müdir-i mənabə-i təbii ilə mən özüm getdik nəmləxədə orada ağac əkdik. Keçəl yerlər ki var idi, onları ağac əkdik. Ləkkəhaya bidirəxt, görək sənə meşənin içərisində tey var. Onu damdarlar eləyiblər ki, burada bizə mərtə düzəlsin. Getdik ağacı əkdik, sonra gəldilər, həmən bir vaxt gördük, hamısını damdarlar, kəsib, qırıb, atmışsın atdı bayına. Leşkər İslam zəncəcədəndə Peyğəmbər dedi, məbada ağacı kəsəsən, məbada düşmənin ağacını kəsəsən. Mən deyəm, ya Rəsulallah, indi sənin ümmətində bidə tapılıb, düşmənin ağacı yox, ümmətin ağacın, zəncirə yox, özdə bu sülh halətində gəlib bunlar qarət eləylər. Rivayətdə var, elə bil ağacı kəsdin, məşhur rivayətdə elə bil ki, bir dənə mələkün qanatını kəsdin. Çünki Allah hər ağacda bir dənə mələk qoyubdi, ta ondan hifazət eləyər. İki dənə mətləblə bu sözü soğuşun. Biri budur ki, bax bu qaçaqçılar
O tərəfdən həm nə qədər xarabi düzəldik Gilan tərəfində. Bizim tərəfdəcə ehsas əmniyyət eləməyən. İkincisi budur ki, məbada deyəsən bu bekardır, o cür deyil. Bunun dəramədi çoxdur. Mən gedib o məntəqədə elam eləmişəm, hər kəsin işi yoxdur burada. Gəlsin mərakiz sənətidə mən iş düzəldim. Hüququn da alsın, bilməsin də alsın. İş məsələ bu da yercək qədrət fasiləsi var, təfavutu var, dəramədün. Bir dəfə bu gecələr qahi biz xiyabanda fırlanı yox. O çarşası vazada bir yerdə bəlkə bir kasıb tapdıq. Bir dənə xanım gördük ki, yığey, vəsail yığey oradan. Onu mən göreydim orada soğuşanda. Biləxərə bunun adresini aldıq, getdik evinə, adam yolladıq evinə. Get buna yetiş. Getdik gördük, bunun qəşəng evi var. Dedik ki, biz istiyor ki, niyazın var təmin elə. Dedi, yox, mənim niyazım yoxdur. Amma bu qardunla yatırmağın dəramədi çox yuxarıdır. Mən bunun dəramədindən keçə bilməyəm. Nəinki niyazı israrı varım. Ərdəbildə həmayişi sərmayəgüzarı bərgüzar oldu. Təşəkkür ediyor. Qabili təhsindir. Ümidimiz var ki, inşallah yaxçı xurucusu olan məsullar hətmən xurucusun gəlsinlər, güzariş versinlər. Vəziri Keşvərdən təşəkkür edirəm. Həm hazır olmağından, həm də ali söhbət eləməğindən. Fürsət oldu vəziri Keşvərin olmağında. Burada neçə dənə bizim şəhrimiz var. Qabiliyyəti var şəhristana təbdil olan. Onları da müfəssəl vəzir-i möhtərəm Keşvərlə söhbət elədik. Amma burada bir dənə də bir sözümüz var. Bu həmayişə görə siz çarşənbə, pənşənbəni niyə tətil elədiniz? Bir dənə böyük bir xətə idi. Nümayişgah bir məntəqədə bərgüzar olur. İdarətə nə rəbti var bunun? Danışgaha nə rəbti var bunun? Bu nə işidir ki, ayrı üstanlarda hər yerdə tətil olub, hamfılanziyə görədir. Həmayişə görə də şəhri tətil eləmək olar. Saatləri hesab elə milyon saatlər vaxt dud hava oldu, çıxdı, getdik. Sirvət-i əslimiz vaxtimizdir. Hamı vaxta baxayıq, vaxt eşləsə baxmayıq. Əsl sirvətimiz ömrümüzdir. Hər nəyə bir əvəz var. Zaman keçdik. Oruçluqda deyəməzsən, büyünləri orucum yiyem sabah, əvəzini tutum. Sabahın özünün orucu var. Bir dənə dühtürü İranı deyim, mən Kore Cunubu'da dərs oxuyordum. Çox təəccüb elədim. Gördüm Kore Cunubunun adamları arzulayır. Japonda bir gün bərgi gedən. Ta biz Japondan bir gün qabağa düşər. Gör nə qədər bunlar həssaslar vaxtda. Rəis Cumhur vaxtda İran getdi Japona karxanadan bazlid elədik. Gördü ki, eşyasına baxmayı bu işləyətçilər. Dedi, bunlar heç mənə baxmayın. Yəni mən bir dənə Rəis Cumhur bir məmləkətəm. Dedilər, sənə bunlar baxsalar, biləysən bizim cəhət iqtisadı nə qədər zərbə yiyərik. Böyle bir antika söz deyim sənə. Biz namazı zöhrlə əsli bir yerə yığıyoruz. Məğrib o işanı da bir yerə yığıyoruz. Əhl-i sünnət 5 vədəqə leylər. Rişa hardan başdan ötüyüb, biz diyor ki, Peygamber biduni istirar cəm eləyib. Onlar deyirlər, yox. Hər vaxt cəm eləyib istirar varmış. Alan ki, 5 dəfə bazar tətil olayıq. Baxıb görüblər ki, nə bu o dənə zərbəyə iqtisad. Alan şənbə yetişənbəni niyə tətil eləyiblər müsəlman məmləkətləri? Deyir, cümə axşamı ilə cümə tətil müsəlmanlara. Şənbə yetişənbə də tətil dünyada. Aləm-i məhsiyyətdə. 4 gün bazarı cahanidən qırılasan, sən də iqtisadda taban qalmaz. Əxirən üləma-i əhl-i sünnətdən varid olublar. Bərrəsi eləyiblər. Deyiblər ki, rivayətlərdə məlum olay, Peygamber biduni istirar yığıb. Pəs biz də yığa bildik. Ta bazar hey tətil ola. Görəysən, belə cəmaat həssasdılar ki, gələlər, vaxtlarla istifadə eləyələr. Bir dənə mətləbi digər arz edeyim. Dünənləri Ərdəbildə bir dənə bərnamə fərhəngi icra oldik. Əsasdan iştibah idik. Təbiidir ki, məsullar təhtifşargələr tapacaqlar. Təhtifşar tapanda da laf asan yol nədir? Yıxaq İmam Cümənin boynuna. İmam Cüməni nəyə qoyublar? İmam Cüməni belə işlərə qoyublar da. Bunlar hamısı İmam Cümədən müvafiqət almışıq, həmahang olmuşuq. Əslən bu cürdür. Əslən bizdən həmahang deyirlər və biz belənci bərnamələrdən bəriyuq və bu cür bərnamələr sədmədir. Ayı rəisim bu Cənab-ı Ay Pizişkanın heysiyyətinə belənci şeylər gərək təkrar olmayaq. Quranda Allah cilayə eləyik. Deyməz vaxtdır sizə çətinlik yollayam, niyə təzərrü eləməyirsiniz? Nə qəşəng söz deyin? Və lola izca'əhum bə'suna təzarra'u.
Əgər bəla yollamışam, bunun davasında yollamışam. Təzərrü elə mən də qaytarım. Təzərrüün biri bu susuzluğun qabağında, quraqlığın qabağında ibarətdir. Bundan içi gələsən sən namazı istisqa qılasan. Allah-u Teala diyor ki təzərrü eləmək gəldin qəsavat tutub fəlulə izca'ahum ba'suna tadarra'u velakin qasat qulubuhum və zeyyene lehumuş-şeytanu ma kanu ya'malun. Ona görə inşallah əzizlərdən mən istəyirəm. Gələn həftə çarşənbə, pəncişənbə, cümə. Bu 3 günü əzizlər inşallah oruç tutarlar. Nə qədər eləyə bilirlər istiğfar eləsinlər. Əhl-i maasi tövbə eləsinlər. 3-cü gün, yəni ruz-i cümə, səhət olsa, afiyət olsa, Allahın məşiyyəti olsa, saat 11-də şəhidgahda inşallah namaz istisqa qırılacaq. Hədəf budur ki, insanın tövbəsi ola, günahlarından qırağa çəkilə, töhmətdir, böhtandır, əkli mali haramdır. Mən deyəndə, vaxtı günahdan qırağa çəkilə, fəqət bunlar deyir, ha? Günahdan kənara çəkilər, fəqət bir hicabı deyir, ha? Bu ki, dəstqari eləyib, təbiyyətdə elə, bu da günahdır. Bu ki, gəlib ağaçları kəsək, meşəni çorrayıb, bu da günahdır. Bu intişarı qazhay qulxanə ki, dünyanı bu günə qövdü, hər yer məli, elə o da bir dənə günahdır. Vəsaili aludə künəndədən istifadə eləysən, tüstü salıb motoru yağ yandırır, elə o da günahdır. Təxribat-ı mühit-i zist, elə o da günahdır. Mən baxıyorum, görəyəm, bir də televizyonda danışır, elə yıxıyıb cəmatın boynuna. Sən günah eləyibsən, bu cür olub deyib. Bunlar günahdır. Ovzai təbiəti, Koreyi zəmini vurasan bir-birinə. Biri əyləşdi, ağacı vurdu yerə, Peyğəmbər dedi, vurma yeri vurma, yer sənin nənəndir. Bu yer süfrəsidir ki, insanları yola salır. Həmçinin su-e müdiriyyət, elə onu da su müdiriyyət, o da daxildir. Hamısından istəysən ətəyi sülkəliyəsən, Allahın dərgahına inabə eləyəsən. Hədəf əsli budur, fəzai təzərrü tapılsın, inabə tapılsın. Ərz-i israr olsun Allah-u Teala'nın dərgahına. İzharı təslim olsun Həzrəti Əhədiyyətin dərgahına. İzharı bəndəlik olsun, izharı hacət olsun. Bir Allah-u Teala'dan bir səmimi bir nəzva tapılsın insanların vücudunda. Nəfs-i bu halət özü bərəkətdir, neymətdir, fəlahdır, nəcahdır bunlar hamısı. İndi yağış gəlir, gəlsin, gəlməsin və iləllaha turca'ul umur. Allah buraya müqəddamat sənlə, amma nəticə mənim əlimdədir. Nəticəni mən ancaq verəcəyəm. İndi ana neçə aydır ruhaniyun çox yerlərdə namaz qiləylər, soruşda gəl, yağışda gəlməyik. Biz ondan işimiz yoxdur, biz vəzifəmizə əməl ediyoruz. O şeytanı biləndi bu ki deyil. Bunlar həmahəng oleylər, sonra namazlı istisqa qiləylər. Bələ, bu da bir ayda, 2 ayda qılınır. Hardan həmahəng olmuşuz? Vəzifəmizdir biz Allahın dərgahında inabə eləyər istisqa ilə. Bu bir dənə vəzifədir nəticə özündən. Əmir əleyhissalam cəngin vəsətində bizdən dedilər ki, Muaviyə öldü. Həzrət öldü ki, Muaviyə ölməyəcək, qalacaq, hökumət də təşkil verəcək. Dedilər, ya Əmir əl-Məminin, bizi niyə köçürsən söylə, cəngə gətiribsən. Həzrət öldü, mə'azərətən ilə Rəbbi. Bizlər yox, mə'azərətən ilə Rəbbi. Allahın dərgahında özrüm olsun. Allah deməsin ki, çətini yolladım, fəlola tadarra'un, niyə təzərrü eləmədiniz? Onlar için oruç tutmaq müstəhəbbidir, oruç tutasan, tutmaz onu da tutmayıbsan. Onlar için vacib oruçları, qəzası vardı, eləyə bilər. Ora sala və hər kəs hər günahdan müdavimət eləyir. İnşallah damənin tərpədə, günahın tökə yerə, şaisi nüzul-i rəhmət Həzrəti Haqq ola, uşaqların olmağı mərasimdə, ovqədi isticabəti duada, rivayətdə var, əgər sütəmər uşaqlar olmaya, qoca kişilər olmaya, ağzı bağlı heyvanlar olmaya, Allah-u Teala rəhmətin nazil eləməz. İki rəkat namaz deyin, Eyd-i Fütür namazı kimin, Allah-u Teala'nın dərgahına yalvaracı yox. Nə qədər də cəmiyyət çox olsa, belə ovqədi isticabətdə, qoy bir dənə namə əməlində bu səbt olsun ki, ömründə bir dənə bir namaz istisqa qıldın, özünün, hər müstəhəbbin özünün bir məqamı var, bir dərəcəsi var. Allah da qol verib istiğfar olsa, mən bəlanı dəf eləyəcəyəm. Heç və yazidkum quvvətən ilə quvvətikum. Nə qədər gücüz var, gücüzü laf artıracağım bu istiğfarda. Bunu Allah deyibdi.
vədə veribdir ki, istiğfar eləsin. Yursilis səma aleykum midrara və yec'al lekum cennatin və yec'al lekum anhara. Nəhrləri hamısı mən